necəsiz? Sağ olun, siz necəsiniz? Yaxşı, çox sağ olun. Hə, biz gördük siz buradasınız. Dedik sizin maşınınıza baxaq görə siz şəxsi maşınınızda nələr daşıyırsınız? Maşınınız nə var? Baxaq görə şəxsi maşınında Aygün Şükürova nələr daşıyır. Məncə izləyicilər üçün də çox maraqlı olacaq bu. Nə bilim valla. Baxın da. Baxın bir yerdə Şəxsi əşyalarını evdə qoyub çıxmışam. gəlin baxaq. Məsəl üçün güllər var. Güllər işte. Dünən gözəl məclisdəydim Şəmkirdə. Buradan salamlayıram Şəmkirliləri. Təbii ki, sevdiyiniz üçün öpürəm sizi. Siz nə daşıyırsınız bunun içində? Bax buna bax. Burada mənim aksesuarlarımdır. Efra aksesuarlarımdır. Bu özümə aiddir. Bu Aksesuarlarınızı maşında daşıyırsınız və dəyişmək üçün. Götürək məşğul onu gör. Hər geyimə uyğun. Yəni bu seyanları burada. Gözəl ciciş-meciş. Başta daha heç şey yoxdur ki, bunlar özəldir. Tapın da. Yaxşı, çox maraqlıdır. Aygün xanım niyə maşında saç şampunu? Bir də lazım olur da, mən salona gedəndə məsələn istifadə edirəm şampundan istifadə edirəm, canım mənim, ona görə. Bunlar nədir misal üçün? Bunlar ayaqqabılarımdır, hə. Burada elə bir şey yoxdur, ayaqqabılarımdır. Səhnə ayaqqabılarımdır, yəni. Gördüyüm ayaqqabılarım. Yaxşı, gəlin istəyirsiniz girək içəridə qabaqda görək nə Allah. A few moments later. Sumkanıza da baxa bilərik. Sumkam mənə aiddir. Birinci sumkadan başlayaq. Çünki məncə maraqlı gəlir ki, izləyicilər Aygün Şükürovanın sumkasında nələr var. Günlük sumkasını daşıyırsınız. Şəxsi əşyalarım var. Daha hamısı sənin işlərin. Maraqlı gəlir. Məncə açaq baxaq. Baxaq, açaq baxaq. Məncə açaq baxaq Heç Aygün. şey yoxdur. Gördün, ancaq kosmetika, Ancaq kosmetika. Belə çox gözəlsiniz. Kaş yoxunda nə qədər pul gəzir? Bizim həyat tərzində sumkasında nə qədər gəzir? Mən olan qazancım bərbətəki. Ya birinci Aygün xanımın kaşlarına baxaq. Məncə rəngi çox qəşəngdir. Çox sağ ol, amma içinə baxmayın, xahiş edirəm. İçinə baxaq məncə. Görsədməm məni. Mənim maşımda. Aygün xanımın kaşlarından çıxan pullar. Yox, deyəsən işlərimiz çox yaxşı gedir Aygün xanım. Belə Aygün xanım günün həyatında bu qədər pulla gəzir. Aygün xanım, bunlar bizim manatına nə qədər edir? İndi biz burada saymasaq. Valla nə bilim, orada hardasa 50 min, orada 50 min yoxsa 50-dən də çox biliyorsun. 55 min. Siz Aygün həyatınızda bu qədər pulla gəzirsiniz. Yaxşı, bəs maraqlısı maşınınızdan baxmaya baxarıq birazdan. Orada heç şey yoxdur. Normal bir şeydir. Yox, ona baxmayın da. O qızıllarımdır. Oradakı ek dolu. Qızıllarınızı maşında gəzdirirsiz. Elə o ki, elə 22 ilə qızıl istifadə edirəm, əlbəttə ki. Orada qızıllarım. Bağdacam bu dəqiqə. Hepsi ayrı-ayrı paketlərdən. Baxaq qızıllarınıza görə. Ən çox hansı qızıllardan istifadə edirsiniz Nə Aygün bilim, xanım? alıram da, qızıl sevirəm. Bir saçarlı baksın ki, buradadır. Aha, ən bahalı qızılınız budur və qiyməti nədir? 5000. Bəs Aygün xanım, Hamısı elə bahalıdır. Gəl, qoy gəlir. bəs Aygün xanım, bəs bu qızıl ən bahalı qızılınızdır 5000. Bunu özünüz almısınız, özünüzə hədiyyə etmisiniz yoxsa? Əlbəttə özün olur. Yox, hamısı özün olur. Dəqiq. Hamısı 1%. Geyimləriniz var arsada. Hepsi artına geyimlərimi biraz ekləyəcəm yalan saatmaya. Günay çox sağ ol. Sən məni bu günləri Allah layiqə çəkdin. Yaxşı, biz bu günləri əziz Aygün xanımın maşınında özündən daşıdığı əşyalara baxdıq, nəzər saldıq. Heç Aygün xanım, sizə o qədər arzulayırıq. Təşəkkürlər. Yalan saatı görüşək. Hakimi ben bilmeden, ah ben neyleyim ki seni amanım.